Salam kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər, 9-cu sinif buraxılış imtahanına hazırlaşan şagirdlər. Bugün mən sizə DİM-in 20 sınaq kitabından sınaq 10-un izahını verəcəm. Haşiyə çıxaraq qeyd edirəm ki, videonun axırında qoyacağım nömrə ilə, altında qoyacağım daha doğrusu nömrənin WhatsApp ilə əlaqə yaradaraq həm əyani, həm də onlayn dərslər haqqında məlumat ala bilərsiniz. Videonu izləyirsinizsə, videodan yararlanırsınızsa, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Gəlin baxaq birinci suala. Birinci sualda nə deyir? Mövzu görürsünüz ki, qrammatika suallarından mövzu mürəkkəb cümlədir. 10 sual əhatə eləyir. Birinci sadə cümləni müəyyən edin. Mənə dedi ki, gələcək. Ümumiyyətlə, tabeli mürəkkəb cümlə və yaxud da tabelsiz mürəkkəb cümlədə cümlənin hər birində ayrı-ayrılıqda neçə cümlə istifadə olunubsa, hər birinin ayrı-ayrı qrammatik əsası olmalıdır. Yəni, 2 cümlə istifadə olunubsa, bu zaman 2 qrammatik əsas olmalıdır. 3 cümlə istifadə olunubsa, 3, 4 cümlə istifadə olunubsa, 4. Yəni, hər birinin ayrı-ayrılıqda qrammatik əsası olmalıdır. Sadə cümlə 2 cümlədən ibarət ola bilər, amma mübtəda, yəni şəxs, 2 feilin ikisinə də aid olmalıdır. Yəni, işi görən mübtəda paylanmalıdır. Mənə dedi ki, gələcək. Ki varsa ümumiyyətlə necə cümlədir? Tabeli, mürəkkəb cümlədir. Ümumiyyətlə mürəkkəb cümlədir. Gəlin qələmi tənzimləyək. Aha. Demək, ona görə A variantını çıxıram. Dedim, amma inanmadı. Dedim, amma inanmadı. Burada mən dedim, o inanmadı. Ona görə bu sadə cümlə deyil. Tabelsiz mürəkkəb cümlədir. Oxudu, qulaq astıq. O oxudu, biz qulaq astıq. Ayrı-ayrı şəxslər var. İşi görən ayrı-ayrı şəxslərdir. Ona görə bu tabelsiz mürəkkəb cümlədir. Mən onun bu barədə susmasını, heç kəsə bir söz deməməsini anlaya bilmirdim. Mən anlaya bilmirdim. Yəni, bunun bir mübtədası, bir xəbəri var, yəni. Ona görə cavab olacaq D variantı. Y-dədir ki, uğurlu nəticələri gözləyirdi ki varsa tabeli mürəkkəb cümlədir təbii ki. Ona görə Y variantında çıxıram. Cavab olur birinci sualda D variantı. 2. Tabelsiz mürəkkəb cümlənin tərəfləri arasında işlənə bilən bağlayıcını müəyyən edim. Tabelsiz mürəkkəb cümlənin tərəfləri arasında tabelsizlik bağlayıcıları istifadə olunur. Ümumiyyətlə, mürəkkəb cümlənin tərəflərini bağlaya bilməz. Hərçənd tabeli bağlayıcıdır. Yəqin ki, ümumiyyətlə bağlaya bilmir. İsə, bəli, D variantı isə, demək, qarşılaşdırma bağlayıcısıdır. Amma, ancaq, lakin, fəqət isə. Ki isə tabeli mürəkkəb cümlənin tərəfləri arasında iştirak eləyə bilir. Ona görə burada olur cavab D variantı. 3. Tabelsiz mürəkkəb cümləni müəyyən edim. Yaz gələndə Ömər kürə balıq tutmağa getməzdi. Baxın, burada bir mübtəda Ömər getməzdi. Bir xəbər var. Ona görə tabelsiz mürəkkəb cümlə deyə bilmərəm. Ümumiyyətlə, mürəkkəb cümlə deyə bilmərəm. Sadə cümlədir. Yəni, sadədir. Yazıram sadə. Xəstə olduğuna baxmayaraq, o indi çox təmkinli idi. Ümumiyyətlə, baxmayaraq kəlməsi ilə işlənən sözləri, biz bura qədər olanı, biz ayrıca cümlə kimi götürmürük. Bu, xüsusiləşmiş zərflikdir. Ona görə B variantı da sadə cümlədir, yəni. Dostlarımın bəzisi, Sabir, Kamran, Tofiq indi kəndə gedib. Görürsünüz ki, burada ümumiləşdirmə var və tabelsizlik əlaqəsi var. Tabelsiz mürəkkəb cümlə deyil. Ona görə C-ni çıxıram. Gah yağış yağır, gah güclü külək əsirdi. Növbələşmə var burada. Gah da bağlayıcısının elə əsas xüsusiyyəti də növbələşmədir. Ona görə D variantı bizim cavabımız olacaq. Yəni, eyni zaman əlaqəsində olan tabelsiz mürəkkəb cümlədir. Mən ya onu tapmalıyam, ya sakitcə işinin sonunu gözləməliyəm. Baxın, burada ya da bağlayıcısından istifadə olunub, amma burada işi görən mənəm. Mən ya tapmalıyam, ya mən gözləməliyəm. Ona görə Y variantı sadə cümlədir. Bizim cavabımız olacaq burada, yəni 3-də D variantı. 4-ə baxıram. Tabeli mürəkkəb cümləni müəyyən edin. Tabeli istəyir. Bilirdim gələcəksən. Elə budur. Mən bilirdim ki-ni artıra bilirəm. Gələcəksən. Ona görə tabeli mürəkkəb cümlə budur. Kamil oxuyur. Nemət qulaq asırdı. Eyni zamanda baş verən tabelsiz mürəkkəb cümlədir. Ona görə B variantını çıxıram. Yel kimi keçməsin vaxt üstümüzdən. Sadə cümlədir. Ona görə çıxıram. Ay uşaqlar, əlbəttə, məncə artıq çox gecdir. Burada sözlərin çoxluğuna baxmayın. Bu sadə cümlədir. Yəni, burada istifadə olunan əlbəttə modal söz, uşaqlar xitab, məncə fikrin mənbəyini bildirən modal söz, artıq ədat. Yəni, görürsünüz ki, burada ümumiyyətlə köməkçi indiksiyonların hamısı sadalanıb, amma sadə cümlədir. Ordumuz bütün dünyaya gücünü həmişə göstərib, bizim ordumuz gücünü göstərib. Ona görə bir mübtəda, bir xəbərdən ibarət sadə cümlədir. Bizim cavabımız olur A variantı.
Sonra 5-ə baxıram. Biri mürəkkəb cümlə deyil. Mürəkkəb cümlə olmayanı istəyir. Ya sən oxumalısan, ya mən bunu valideynlərimə bildirməliyəm. Yəni sən oxumalısan, kimsən? Nə etməliyəm, bildirməliyəm, kim mən? Ayrı-ayrı mübtədası, ayrı-ayrı xəbəri varsa, təbii ki, mürəkkəb cümlədir. Bizə isə mürəkkəb cümlə olmayanı istəyir. Anı çıxıram. Dedi gələcək. Dedi ki, gələcək. Ki-ni avtomatik artıra bilirəm, demək mürəkkəb cümlədir. Sonra C-dədir ki, müəllim danışır, uşaqlar da ona qulaq asırdılar. Nə edirdi, danışırdı kim müəllim? Nə edirdilər, qulaq asırdılar? Kim? Uşaqlar. Ayrı-ayrı mübtəda, ayrı-ayrı xəbərdən ibarətdir. Tabisiz mürəkkəb cümlədə çıxıram. Dedi də, həll etdi də. Baxın, o dedi, o həll etdi. Ona görə bu bizim mürəkkəb cümlə strukturuna uyğun olmayan cümlədir. Yəni sadədir. Oxudu, dinlədik. O oxudu, biz dinlədik. Tabisiz mürəkkəb cümlədir. Sadə cümlə bir dənə D variantındadır. 6. Bağlayıcı ilə bağlanmış tabisiz mürəkkəb cümləni müəyyən edin. Yəni bizə bağlayıcı ilə bağlanmış tabisiz mürəkkəb cümlə istəyir. Mən və Kərim həmin gün təzə bağa gedirdik. Nə edirdik? Gedirdik. Kim? Mən, kim? Kərim. Bunun tabisiz olduğunu deyə bilmərəm, çünki sadə cümlədir. Çıxıram. Sən öz planlarını qurtarmalısan, amma bu barədə heç kəsə deməməlisən. Baxın, burada deməməlisən, kim? Sən planlarını qurmalısan, sən bu barədə heç kimə deməməlisən. Ayrı-ayrı xəbərləri var, amma mübtəda bir dənədir, ona görə sadə cümlədir. Çıxıram. C-də deyir ki, dərslər bitmiş, dərsliklər isə hələ qaytarılmamışdı. Burada sa verilib, burada isə də əslində burada. Ona görə elə isəni burada sasər şəklində verdiyinə görə uşaqlar çaşıb bəlkə də bu variantdan yan keçirlər. Amma elə cavab olacaq C variantı. Yəni qarşılaşdırma əlaqəli tabisi mürəkkəb cümlədir. İsə var burada çünki. Hərçənd dedik, amma bizə inanan olmadı. Hərçənd varsa tabilidir. Ona görə çıxıram. Sakit bir gecə idi, hamı oxuyur və dincəlirdi. Burada sakit bir gecə idi, hamı oxuyur və dincəlirdi hissəsini və bağlayıb. Bu tərəfi bağlayan bir şey olmadığı üçün çıxıram. Sonra, yəni bilirsinizmi nəyə görə? Bu əslində deyirsiniz ki, müəllimə, bəs burada və bağlayıcısı istifadə olunub. Nəyə görə və bağlayıcısının istifadəsini siz buradan görməzdən gəlirsiniz? Bu, hamı oxuyur və dincəlirdi, hamı oxuyur, hamı dincəlirdi. Bu sadə cümləni bağlayıb əslində, öz komponentlərini bağlayıb. Bu sakit bir gecə idi. Bu birinci komponent, bu isə ikinci komponent hesab olunur. Yəni ona görə burada bunları arasında bağlanan bir vasitə yoxdur, yəni bağlayıcı yoxdur. Çıxıram. Cavab olur C variantı. 7. Yağış istəyir bizdən. Cədvəldəki nümunələrlə bağlı. Baxaq. Deyir ki, yağış yağır, külək əsirdi. Hadisələr eyni zamanda baş verir. Bəli, eyni zamanda baş verir. Düzdür. Pilləkənlərlə düşəndə donub qaldı. Dostu yuxarı qalxırdı. Birini aydınlaşdırır. 2 nöqtə var. Bəli, aydınlaşdırır. Həyətdən səs gəldi. Nazim diksindi. Baxıram ki, biri səbəb, digəri nəticəni bildirir. Nazimin diksinməyinə səbəb nə oldu? Həyətdən səsin gəlməyi. Ona görə C-ni də çıxıram. Mən oxudum, amma Kərim qulaq asmadı. Tərəflər qarşılaşdırılır. Bəli. Direktor danışır, valideynlər qulaq asır. Bu eyni zamanda baş verən bir şeydir. Yəni, bu səbəb və yaxud da nəticəni bildirən eyni şey deyil. Yəni, zaman əlaqəli tabisiz mürəkkəb cümlədir. Bu ona görə Y bizim doğru cavabımızdır. Çünki bizdən yanlışı istəyir. 8. Musiqi səslənir, qonaqlar sevinclə rəqs edirdilər. Tabisiz mürəkkəb cümləsinin tərkib hissələr arasında məna əlaqəsinə aiddir. Yəni burada bizə deyir ki, hansı yəni zamandır, səbəb, nəticədir, nədir? Musiqi səslənir, qonaqlar sevinclə rəqs edirdilər. Bu eyni anda baş verən hərəkətdir. Ona görə cavab olacaq B variantı. Yəni musiqi çalınır, daha sonra qonaqlar musiqi qutarandan sonra və yaxud da çalınıb qutarandan sonra rəqs eləmirlər ki, və yaxud da səbəb nəticə aydınlaşdırma bildirmir ki. Ona görə, ardıcıl baş verir, işarə elədim burada. Meşləyəndə yoxdur. Y. 100% ki, siz oradan demişsiniz. Y variantı eyni zamanda baş verir. Sonra 9-da deyir ki, tərəfləri bağlayıcı sözlə bağlanmış tabili mürəkkəb cümləni müəyyən edin. Adətən videolarda elə olur, yorğunluqdanmı, nədənsə düzgün variantı deyirəm, başqa variantı işarələmiş oluram. Yəni, bəziləri çox anlayışla qarşılayır, bəziləri isə həqiqətən də az qala ki, əllərində bir top ola ki, topa tüfəngə tutalar insanı. Bu, yəni insandır, hər şey ola bilər, yəni kiçik primitiv səhvlər səhv hesab olunmur. 9-da deyir ki, tərəfləri bağlayıcı sözlə bağlanmış tabeli mürəkkəb cümləni müəyyən edim. Baxıram ki, hara isə gedirdilər. Bu tabeli mürəkkəb cümlə hesab olunmur ki, bu ümumiyyətlə sadə cümlədir. Ona görə A-nı çıxıram.
B-də deyir ki, hara istidir, ora gedəcək. Ümumiyyətlə, burada görürsünüz ki, bağlayıcı söz və əvəzlik qəlib istifadə olunubsa, elə tabeli mürəkkəb cümlədir və bağlayıcı sözü də mən sizə göstərdim hara. Ona görə cavab olur B variantı. Demək, buradan haranı? Aha, görünsün. Demək oldu B variantı. Çünki hara burada, yenə deyirəm, bağlayıcı sözdür. Nə qədər kitab gətirməliyəm, bilirsinizmi? Aha, bu əslində, indi deyirsiniz ki, müəllimə, bəs burada nə qədər istifadə olunub? Bəzən ola bilər ki, bağlayıcı söz sual əvəzliklərlə ifadə olunur da bildiyimiz kimi, o orada bağlayıcı söz rolunda iştirak etməsin. Yəni, nə qədərə biz əvəzlik qəlbi qoya biliriksə, o zaman biz bilə bilərik ki, bu demək bağlayıcı sözdür. Burada qoya bilmirəm, ona görə C-ni çıxıram. Nə oxuyur, nə də yazırdı. Bu, burada nə də bağlayıcısından istifadə olunub. Yəni, bu bağlayıcı söz deyil, bağlayıcıdır. Çıxıram. Nə düşər bu insanların payına? Nə burada, yəni yenə də deyirəm, bu ümumiyyətlə tabeli mürəkkəb cümlə deyil ki, mən burada nəyini götürəm bağlayıcı söz kimi, ona görə yeni də çıxıram. Onda deyir ki, tabeli mürəkkəb cümləni müəyyən edin. Tabeli mürəkkəb cümlə hara getdiyini bilmirdik. Bu ümumiyyətlə sadə cümlədir. Çıxıram. Sadə. Desə kömək edərdik. Demək, bəli. Desə, o desə, biz kömək edərdik. Bu ola bilər tabeli mürəkkəb cümlədir. Bilirdim, sahə var burada çünki. Bilirdim, həll etdim. İkisini də görən mənəm. Ona görə C-ni çıxıram. Yəni sadədir. Çox danışmaq işin həlli deyil, sadə cümlədir. İndi o bu sözlərə qulaq asmırdı. Bu da sadə cümlədir. Demək, qrammatika suallarının izahı bu qədər. Qrammatika suallarından sonra indi isə keçirik mətn suallarına. 11-20 saylı tapşırıqlar uşaqların dostu Balina bədii mətni əsasında cavablandıracaq. Gəlin, baxaq mətn nədən bəhs olunur. Ümumi olaraq deyim ki, Xəzər dənizində qədim zamanlarda belə bir əhvalatın demək, cəryan etməsindən ki, balinanın uşaqlarla oynamaq istəyi və onun əslində nəhəngliyindən uşaqların və valideynlərin qorxaraq oradan çəkilməsi, balinanın isə qayaya çevrilməsindən söhbət gedir. Təbii ki, bu yəni əfsanə xarakteri daşıyır. Gəlin baxaq 11-ci suala. Mətndə bəhs olunmayan hadisəni müəyyən edin. Demək, unudulan əhvalatdan söhbət bəli, keçmiş zamanlardan bəhs olunur. Valideynlərin qorxmasından söhbət gedirdi. Balinanın uşaqlarla dialoqundan. Baxın, burada ay dəcəllər, siz mənim nəyimdən qorxurdunuz deməyi onun tək öz-özünə monoloqudur əslində. Dialoq isə iki və yaxud da bir neçə nəfərin bir-biri ilə kontakt halında demək, söhbət etməsidir. Bir-birinə sual-cavab formasında. Ona görə C variantı bizim doğru cavabımız olacaq. Burada dialoqdan söhbət getmir. Mərdəkan çimərliyindəki nəhəng qayadan, bəli, uşaqların oyunlarından oynayırdılar. Bu da düzgündür. 12. Mətndə belə bir nəticə çıxarmaq olmaz. Hadisələr yay fəslində baş vermişdi, bəli, çünki çimərlik mövsümündən bəhs olunurdu. Yəni, bu nəticəni çıxara bilərik əslində. Balina uşaqları sevirdi, bu bəli, fakt idi. Balinanın arzusu Çin oldu. Yəni, sahilə çıxmaq istəməyi, hə. Hadisələr əsasən Xəzərin Azərbaycan sahilində baş verir, bəli. Çünki orada Mərdəkan çimərliyinin adı da çəkilirdi ki, bəli, Xəzərin Azərbaycan sahilində baş verir. Balina səhər uşaqları belinə alıb gəzdirirdi. Bu, baş vermir, yəni. Belə nəticə çıxara bilmirik. 12-də cavab Y. Üzərində rəqəm yazılmış sözlərin həqiqi mənada olanlarını müəyyən edin. Gəlin, baxaq üzərində rəqəm yazılmış sözlərə. Buradan bir çox əhvalatın bizim dövrümüzə qədər gəlib çatdığı. Əhvalatın çatmağı təbii ki, məcazi mənadadır. Sonra baxaq, burada üzür, elədən ilə belədən belə üzür mənasında. Bu, həqiqi mənadadır. Çünki burada... Baxın, burada deyirsiniz ki, boynuna alıb 100 uşaq alıb dənizin mavi sularında elədən belə üzür deyir. Axı, bu yuxusundadır sadəcə. Bayaqki suala nəzərən deyirəm. 3. Şaqqanaq çəkib gülmək. Burada məcazi mənadadır. Məcazi. Nəfəslərini dərimək məcazi mənadadır. Məcazi. Ona elə gəlirdi ki, məcazi mənadadır. Sonra, aha, 6-cı hardadır? Bir dəqiqə. 6-cı isə heç onu görmürdülər. Bu da həqiqi mənadadır. Həqiqi mənada demək 1-6 oldu. Bir də burada 2 oldu. 2-6 bizim cavabımız olacaq. O da cavab Y variantı. 14. Mətnə görə cədvələ uyğun fikirləri müəyyən edin. Uşaqlar balina ilə söhbət edib gülüşürdülər. Baxın, burada bu yanlışdır. Çünki söhbət edib gülüşmürdülər. Gündüzlər boynuna qorxurdular, yəni. Gündüzlər boynuna 100 uşaq alıb dənizdə üzən balina xoşbəxt idi. Bu yuxusundaydı.
Mərdəkan çimərliyində insanlar uşaqlarla istirahət edirdilər. Bu doğrudur. Dənizdə uşaqların üzərində oynadıkları qaya əslində balina idi. Bəli, balina qayaya çevrilmişdi. Düzdür. Balina uşaqlarla valideynlərdən qaçmaq üçün sahilə tərəf üzürdü. Xeyr, bu yanlışdır. Demək, ilk ikisi yanlış, sonrakı ikisi doğru, sonuncu isə yanlış. O isə öz əksini B variantında tapıb diqqətlə fikir verirsiniz. 15. Tünd qara hərflərlə verilmiş sözün mənasını müəyyən edin. Tünd qara hərflə verilmiş söz təhrif ediblər sözüdür. Təhrif etmək ilkin vəziyyətindən uzaqlaşdırmaq, mənası dəyişmək mənasındadır. Dəyişərək ilkin variantından uzaqlaşmaq C variantında öz əksini tapmışdım. Yəni konkret sual olduğuna görə digər variantları izah etmirəm, amma bilirsiniz ki, izah tələb edən sualları bir-bir variantlara izah edirəm. 16. Mətnin hissələrinə aid olan plan bəndlərini müəyyən edim. Birinci təbii ki, giriş hissə ilə başlamalıyıq. Xəzərlə bağlı əhvalat 3 qoyacaq. Sonra əsas hissə ilə bağlı məyus balina, məyus olur balina. Sonra valideynlərin narahatlığı 4 və daha sonra isə onun nəhəng qayaya çevrilməsindən söhbət gedir. 3-1, 4-2 cavab olur Y variantı. Sonra baxırıq 17-ci suala. 17-də nə deyir? Mətnin birinci abzası ilə bağlı yanlış fikri müəyyən edim. Baxaq birinci abzasa. Burada deyir ki, qədim zamanlarda Xəzər dənizi ilə bağlı müxtəlif maraqlı qəribə əhvalatlar danışırdılar. Əhvalatların çoxu da dövrümüzə qədər gəlib çatmışdı. Bəziləri təhrif olunmuşdu və bəziləri isə dillərə dastandı. Və bu da bunlardan biri də Xəzərdəki balina haqqındadır. Bura qədər olan abzas əsasında bizdən düzgün fikirləri, daha doğrusu yanlış fikirləri istəyir. Əslində 2 abzas şəklində verilməlidir. Bu yanlış fikirdir. Bilirsinizmi niyə? Çünki balinadan bəhs olunur. Balina haqqında daha doğrusu əhvalatdan bəhs olunur və yeni bir fikir formalaşmır burada. Ona görə bir elə yanlışdır. Mətndə nədən danışılacağı məlum olur. Bəli, məlum olur. Balina haqqında danışılacaq idi bizə, əhvalat haqqında danışılacaq idi. 3-də hadisələrin ardıcıllığı pozulmayıb. Bəli, düzdür. Demək 2-3 düzdürsə, gəlin çıxaq. Elə variant çıxır, amma yenə də baxaq. Hadisələrin baş verdiyi konkret zaman haqqında məlumat verir. Konkret zaman yox idi. Qədim zamanlar deyirdi. Konkret nə bilim ki, bu hansı əsrdir, hansı ildir. Ona görə burada 4-ü yanlış götürürəm. Bəzi fikirlər məlumatları yekunlaşdırır. Məlumatı yekunlaşdırmır. Əksinə məlumata başlanğıc verir. Giriş istədirsə məlumatı niyə yekunlaşdırsın? Ona görə 1, 4, 5 cavab olur C variantı. 18. Mətnə əsasən Xəzər dənizi ilə bağlı yanlış fikri müəyyən edim. Baxaq 18-ə. Deyir ki, haqqında çoxlu əhvalatlar danışırlar. Bəli, bəziləri deyir dillərə dastan olub. Burada siyənək balıqları yaşayır ki, balinanın belini qaşım, sanki deyirdi ki, uşaqların dırnaqlarına bənzədirdi onu ki. Baxın, həmin hissəni deyim buradan. Siyənək balığı deyil, uşaqların dırnaqlarıdır sanki, deyir, boynunu qaşıyan. Ona görə bu düzgündür. Sonra sahildə yerləşən məkanlardan biri Mərdəkan idi. Bəli, Mərdəkan çimərliyində deyir, tərəf üzməyə başladı. Bu düzgündür. Suyu ləpəli olurdu, bəli, ləpəli olurdu. Deyir, hətta ləpələr bir anlığına onun yuxusu, gördüyü yuxuda deyirdi ki, ləpələr uşaqların o gülüşməsini, balinanı oynamaqlarına tamaşa edirdi, bir anlıq dayanırdı. Nəhəng canlıların yaşaması üçün əlverişli deyildi, fikri yanlışdır, bəli. Bu artıq cavab olur Y variantı. 19. Mətndə çərçivədə yazılmış cümlədəki fikirlə uyğun gəlməyən cümləni istəyir və fikrimizi əsaslandırmağı istəyir. Baxaq. Burada çərçivədə verilmiş hissə deyir ki, bunu demək buradan silək. Aha. Çərçivədə verilən hissə qədim zamanlarda Xəzər dənizi ilə bağlı müxtəlif maraqlı və qəribə əhvalatlar danışırdılar. Aha, qədim zamanlarda. Burada bilirsiniz nə olacaq? Burada qədim zamanlarla təyyarənin göydə göz çizən təyyarələrə baxmağa elə deyir, qarışmışdı ki, başları. Təyyarənin olmağı qədim zamandan uyğun gəlmir, yəni. Bunu yazmalısınız bura ki, cümlə olaraq yazmalısınız ki, təyyarə ilə bağlı yazılır və qədim zamanlarda təyyarənin olmağı demək uyğun gəlmir. Uyğun gəlmir. Bu formada yazılmalıdır. Sonra keçirik 20-yə. Balina haqqında. Balina necə idi? Balina nəhəng idi. Nəhəng. Sonra siyənək balıqları haqqında yazmalıyıq Eyler Venn diaqramını. Sonra uşaqları sevirdi amma. Uşaqları sevirdi. Sonra nəhəng qayaya çevrilir. Qayaya çevrilir. Sonra siyənək balıqları yaza bilərik ki, balinanın
boynunu qaşıyırdı. Hətta uşaqların dırnaqları ilə müqayisə olunurdu. Aha, onu da yaza bilərik ki, uşaqların dırnaqları ilə müqayisə olunur. Ortada da yaza bilərik ki, Xəzər dənizində yaşayırdı. Formasında yaza bilərik. Demək, bədii mətnimizin izahı bu qədər. İndi isə keçək publisistik mətnə. Publisistik mətnin Marian çökəkliyi mətnidir ki, 21-30-cu tapşırıqlar bunun əsasındadır. Marian çökəkliyində aparılan tədqiqatlar əsasında bizə məlumatlar verilmişdir burada. Biz də bunlar əsasında sualları cavablandırmalıyıq. Aha, keçək 21-ci suala. Siz isə mətni saxlayıb, daha doğrusu videonu saxlayıb mətnə tanış olub, daha sonra sualları bərabər mənimlə cavablandıra bilərsiniz. 21. Deyir ki, mətn əsasında müəyyən etmək olmayanı istəyir bizdən. Marian çökəkliyinin kəşf edilmə tarixini orada yazmışdı ki, 149 il bundan əvvəl. Nəzərə alsaq ki, 2025-dir və burada çıxsaq, demək, üzr istəyirəm, bir dəqiqə. Necə çıxdım mən bunu? 7 olmalıdır burada. Aha, 8. 1876-cı ilə təsadüf edir. Bəli, tapa bilirik. Dünyanın ən uca zirvəsinin hündürlüyünü yazmışdı burada. 8848 metr. Yəni burada Everest dağının hündürlükdə olan Everest dağını müəyyən edir. Marian çuxurunun yerləşdiyi ərazi müəyyənləşdirə bilirik əslində. Baxın, burada deyir ki, Qərbi Sakit Okeanda Marian adalarına təxminən 200 kilometr şərqdə yerləşən Marian çuxurunu müəyyənləşdirə bilirik. Ona görə elə orada cavabı həmin C-ni çıxırıq. Dünyanın ən hündür nöqtəsinin yaranma səbəbini müəyyənləşdirmək olmur yəni burada. Ərazinin çirklənməsinin əhatə dairəsində, hətta deyir ki, Marian çökəkliyinə qədər olan hissə belə, yəni təəssüf ki, çirklənmə hətta dünyanın ən dərin nöqtəsinə Marian çuxuruna da çatmışdı. Yəni bunun əhatə dairəsini görün nə qədərdir ki, Marian çuxuruna da tapıb, yəni əhatə dairəsini müəyyənləşdirmək olur. Ona görə 21-də cavab oldu D variantı. Sonra 22. Suallardan birinə mətn əsasında cavab tapmaq mümkün deyil. Olmayanı istəyir bizdən. Hansı ölkə nümayəndəliyi Marian çökəkliyini kəşf edib? Britaniya, yəni İngilis. Britaniya. Ona görə anı çıxıram. Marian çuxurunun adını kim qoyub? Adını qoymaq haqqında bir məlumat yox idi burada. B variantında, yəni mətn əsasında suala cavab tapmaq mümkün deyil. Sonra Everest zirvəsinin ən hündür nöqtəsinə Marian çuxurunun dibinə qədər nə qədər məsafə var? Bu hesablama əsasında aparıb yaza bilərsiniz bunu. Sonra Marian çuxurunun hansı tullantılar tapılmışdı? Burada yazılmışdı əslində ki, metal və plastik materiallar daxilində çoxlu tullantı materialları aşkar olunmuşdu. Metal və plastik. Sonra Marian çuxurunun olduğu yerdə hansı təbiət hadisəsi baş verir? Bu da burada var idi ki, vulkanlar, müxtəlif yeraltı, sualtı vulkanlar var. Bu da yazılmışdı burada. Ona görə yeni də çıxıram. 23. Mariana çökəkliyi, Everest zirvəsi. Bir də deyir ki, gəmi batması zamanı tapılmışdı. Bu yanlışdır. Mariana çökəkliyi haqqında yazıb bunu. Düzgün istəyir bizdən. Ərazidə indi tədqiqat aparılır. Bu düzgündür. Sakit okeanın altındadır. Yanlışdır. Xüsusiyyətlərinə görə dünyada birincidir. Bəli, Everest zirvəsi ən hündür zirvə olaraq, Mariana çökəkliyi də ən dərin çökəkliyi olaraq birincidir dünyada. Dünyanın ən dərin ərazisinə tam yerləşə bilər. Burada verilmişdi ki, deyir ki, yəni dəniz səviyyəsinə təqribən 8848 metr hündürlükdə olan Everest dağı Mariana çuxuruna asanlıqla sığa bilər. Ona görə bu düzgündür. Britaniya gəmisi tərəfindən tapılıb Everest yox, Mariana. Ona görə 6 çıxıram. Demək, buradan düzgünləri götürsəm 2, 4, 5 cavab olacaq Y variantı. Mətndə çərçivədə verilmiş sözün qarşılığı əvvəlinə işarə qoyulmuş hansı sözdür? Mətndə çərçivədə verilmiş sözü tapaq. Daha sonra bura gəldim bir dəqiqə. Araşdırma. Bax, budur, araşdırma. Əvvəlində vasitə ola bilməz. Tədqiqat. Tədqiqat elə bizim cavabımız olacaq. Çünki elmdə uyğun gəlmir, materialda uyğun gəlmir. Tədqiqatlar, üç bucaq işarəsi olanı biz yazmalıyıq. O da olur Y variantı. Tədqiqatla araşdırma bir-birinə sinonimdir. Mətnin yalnız ilk abzasına aid olan plan bəndini istəyir bizdən 25-də. Baxaq, dibə enməyin mümkünsüzlüyün demirdi. Çünki orada Challenger gəmisi enmişdi. Dünyada ən
sözünün əlavə edilə biləcəyi. Bu səhv etmirəmsə nəticə hissəsində də deyir də ki, yəni Dənsevi təqribən deyir ki, Marian çox asanlıqla. Bu yəni Everesti qeyd edə bilərik ki, bu təkcə yalnız ilk abzasa aid ən sözünü istifadə edə bilmərik. Ən hündür, ən nə bilim dərin çökəklik. Elə Marian da var idi orada. Everest də var idi. Ona görə təkcə bura aid deyil. Tədqiqatların nəticəsi yox. Təxmini hesablamaların nəticəsi, hesablama yox idi orada. Çünki sadəcə və sadəcə orada il deyirdi ki, 149 il bundan əvvəl 11 kilometr dərinliyi. Yəni burada söhbət hesablamalardan getmirdi. Müqayisələrin nəticəsi. Bəli, cavab budur. Nəyə görə müqayisələrin nəticəsi? İndi onu da qeyd edirəm sizə. Baxın, burada deyir ki, indiyə qədər enə bilmədiyi çuxurun dünyanın ən dərin nöqtəsi olaraq qəbul edilir. Demək, buna qədər bir araşdırma aparılır da, bir necə deyim, müqayisə olunur ki, ən dərini hansıdır? Ona görə burada seçilir ən dərin nöqtəsi. Cavab da olur Y variantı. 26. Mətnin əvvəlində Roma rəqəmi yazılmış ifadələr əsasına uyğunluğu müəyyən edim. Uyğunluq. Demək, birinci sözü yazaq. Sözləri yazaq daha sonra. Demək, çuxur sözüdür. Sonra bir dəqiqə. 2 sərt sözüdür. 3 varmı? Bir də material. Çuxur, sərt, material. Çuxur. 2 sərt. Material. Baxaq, çuxur sözünə təbii ki, oyulmuş yer mənasında da aşağıda. Ona görə 1-ə yazacağım Y. 2. Sərt sözünə burada şiddətli kəskin yazacağım. B. 3-ə isə material sözünə süni kimyəvi material uyğun gəlir. Ona görə 3-ə A yazıram. 1Y, 2B, 3A. Uşaqları çaşdıran bircə bu C də yazılandı. Sərt sözünə niyə möhkəm və bərk sözü yazılmadı? Baxın, burada onu da izah edeyim sizə. Sərt sözü burada harda işlənib? Bax, sərt şəraitdə deyir də, düzdürmü? Sərt şəraitdə müxtəlif həyat növləri aşkar olunub. Sərt şəraitə mən kəskin şərait deyə bilərəm də, möhkəm bərk şərait deyə bilmərəm ki, ona görə C variantını ümumiyyətlə bütün yerlərdən çıxıram. Yəni, buradan da çıxıram, buradan da çıxıram, buradan da çıxıram. Ona görə 1-də qalır, yenə də A ilə C qalır variant olaraq, amma yenə də 1-ə Y yazsam, elə variant çıxır C variantı. 27. 27-də nə istəyir? Deyir ki, mətnə və cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Doğrudur və yanlışdır. Marian çuxurunun ən dərin qatlarında canlılar yaşayır. Bu doğrudur, təbii ki. Çökəklik James Cameron adı ilə bağlıdır. Yox, o sonradan 2012-ci ildə çıxmışdı. Ora gəlmişdi araşdırma üçün. 2 yanlışdır. 2 yanlışdırsa gəlin çıxaq. 2-ləri. Yerin dərinliklərində suxurlar toqquşa bilir. Bu var idi. Yanlışdır. Marian çökəkliyinin suyunun temperaturu 103 Selsidir. Suyun demirdi, səhv edəməmsə vulkanı deyirdi orada. Ki, bir dəqiqə, həmin o hissəni deyir ki, sualtı deyir ki, vulkanlar təxminən 103 Selsiyə yaxın mayelər çıxır. Yəni, orada suyun temperaturunu demir, vulkandan çıxan mayeni deyirdi əslində. Bu yanlışdır. Marian çökəkliyinin ən sərt həyat şəraiti olan hissələr var. Bu, ümumiyyətlə, bayaqdan neçə dəfə o sərt sözünə toxundum orada, həmin o cümlədir. Bu düzgündür. Buradan doğrudan doğrunu, yanlışdan yanlışı götürsəm, 1, 3, 4, cavab B variantı. 28. Mətndə nədən söhbət getmir? Getmir istəyir. 19-cu əsrdə İngilis gəmilərinin Sakit Okeanda üzməsindən bu düzgündür. Çünki yenə də qeyd edir, 149 il çıxanda 1876 qalırdı. O da 19-cu əsrə düşürdü. Bu düzgündür. Sonra 11 kilometr dərinliyi olan ərazinin konkret enindən 69 kilometr idi, səhv etmirəmsə qeyd olunmuşdu orada. Yeraltı suxurların növündən tektonika nəticəsində suxurların parçalanmasından danışırdı orada. Planetimizdəki ilk həyat formalarından, bunu da qeyd edeyim burada sizin üçün göstərim. Ki, planetimizdəki ilk həyat formaları üçün şərait yaratmış olduğu düşünülür. Yəni, bu vulkanların, ona görə bu da düzgündür. İngilis gəmisinin dalğıcının tədqiqatının nəticəsindən. Bax, bunu James Camerondan demək, səhv salmayın. İngilis gəmisindən söhbət gedirsə, Challenger gəmisindən söhbət gedirsə, bunun da hər hansı bir dalğıcından söhbət getmirdi burada. Ona görə ümumi gəmi ekspedisiyasından danışılır orada. Ona görə Y variantı bizim doğru cavabımız olacaq. 29. Mətndə altından xətt çəkilmiş cümlədə yanlış işlədilmiş sözə uyğun düzəliş etməklə yalnız qüsurlu məqamı düzəldin. Altından xətt çəkilmiş sözə baxaq. Suyun çirklənməsinin bu həddə çatması kifayət qədər fərəh hissi doğurur. A.
Suyun çirklənməsinin bu həddə çatması kifayət qədər kədər hissi doğurur. Fərəh sözünü kədər sözü ilə, narahatlıq, təlaş sözləri ilə əvəzləməliyik. Yəni cümləni yenidən yazmadım. Sadəcə və sadəcə fərəhi siz oradan kədər, narahatlıq, təlaş sözlərindən əvəz edirsiniz. Sonra 30-cu və sonuncu sual. Mətndəki hansı fikirlər tünd qara hərflə verilmiş cümlədəki hökmün yanlış olduğunu müəyyənləşdirir? Demək, tünd qara hərflə verilmiş hissə buradır. Tədqiqat vasitələrinin indiyə qədər enə bilmədiyi bu çuxur təxminən 11 kilometr dərinliyi ilə dünyanın ən dərin nöqtəsi olaraq qəbul olunur. Aha, enə bilmədiyi hissəsində artıq yanlışa yol verdi. Çünki burada bizə verilmişdi ki, 2012-ci ildə, baxın burada, elə bu cümləni buradan bütöv şəkildə yazırsınız. Yəni, həmin o hissəyə. 2012-ci ildə Marian çuxuruna eniş edən James Cameronun dalğıc görüntülərini araşdıran elm adamları çuxurun ən dərin nöqtələrinə canlıların tam qaranlıqda və çox yüksək təzyiqlə yaşaya bildiyini bildiriblər. Bax, bu cümləni eyni ilə götürürsünüz, yazırsınız 30-cu suala. Çünki burada deyir ki, indiyə qədər enə bilmədiyi, amma burada 2012-ci ildə James Cameron enmişdi. Ona görə 30-cu sualın da cavabı bu olacaq. Siz isə mətnləri başa düşdünüzsə, ümumiyyətlə qrammatika suallarda daxil olmaqla sınaq onun izahını anladınızsa və bəyəndinizsə, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun.